Oktyabrın 16-sında Ağcabədi rayon icra hakimiyyətində su ehtiyatlarından səmərəli istifadə mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov, Ağcabədi Su Meliorasiya Sistemləri İdarəsinin kollektivi, sudan istifadə birlikləri və bələdiyyə sədrləri iştirak ediblər. Toğrul Bünyatov görüşü açıq elan edərək su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiyanın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli 320 nömrəli sərəncamını diqqətə çatdırıb. O həmçinin qeyd edib ki, strategiyaya müvafiq olaraq hazırlanmış tədbirlər planında adları qeyd olunan bəndlərin icrası vacib məsələlərdən biridir. Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və sudan istifadə edən birliklərin fəaliyyətinin artırılması, içməli su təchizatında itkilərin qarşısının alınması, iqtisadi rayonlar və hövzələr üzrə su infrastrukturunun genişləndirilməsi və yenidən qurulması üçün inkişaf planlarının hazırlanması, inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi sistemlərinin qurulması, qış otlaq sahələrinin su təminatı sistemlərinin təkmilləşdirilməsi və qış otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının tələblərinə uyğunlaşdırılması, müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsi, su və su təsərrüfat obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, innovativ su təmizləmə və zərərsizləşdirmə texnologiyalarından istifadənin genişləndirilməsi, eləcə də sel və daşqın hadisələrində mühafizə tədbirlərinin genişləndirilməsi bəndləri slayd vasitəsilə burada iştirakçıların diqqətinə çatdırılıb. Ağcabədi Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəis müavini Ələddin Məmmədov da mövzu ətrafında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Təxminən 40 dəqiqə davam edən tədbir diskussiya şəklində davam edib. Müxtəlif fikir mübadiləsi aparılıb. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.